Marneuli Mərkəzi İmam Əli Məscidi və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə İraqın Kərbala şəhərində İmam Hüseynin ərbəyin ziyarəti münasibətilə zəvvarlara ehsan verilir. Marneuli xalqının dəstəyi ilə Kərbalada 515 nömrəli sütunun yaxınlığında qurulan və ətrafında Gürcüstan dövlət bayraqlarının dalğalandığı Ümmül Bənin stendi artıq 3 gündür fəaliyyət göstərir. Hər gün axşam saatlarında stenddə təxminən 300 şiş kabab hazırlanaraq zəvvarlara təmənnasız paylanılır. Bununla yanaşı sərinləşdirici içkilər, müxtəlif şirniyyatlar və meyvə şirələri də ziyarətçilərə təqdim olunur. Bildirilib ki, stenddə zəvvarların istirahəti, gecələməsi və digər zəruri ehtiyaclarının qarşılanması üçün də lazımi şərait yaradılıb. Eşq karvanına xidmətçi olaraq təxminən 2017-ci ildə qoşulmuşuq. Gürcüstan eşqiyələri adına, Gürcüstan müsəlmanları adına gördüyünüz kimi bu milyonlarla yürüyüş, təqribən 100 kilometr İmam Əli Əleyhisselamın qəbrindən ta İmam Hüseyn Əleyhisselam qəbrinə kimi gecə gündüz bu milyonlar, bu axışlar yürüyüş edirlər. Biz də orada bütün ölkələrdən gəlib xidmət edilənlər kimi biz də Gürcüstan olaraq, Gürcüstan eşqiyələri olaraq gəlmişik bu eşq karvanına öz tövhəmizi verək, öz zəhmətlərimizi biz də qarşıyaq. Təqribən biz gündə demək olar ki, bu zəvvarların əvvəl günlərində başlayırıq 1500-2000 nəfərə xidmət eləməyə, axır ki 3 günündən sonra 4000 nəfərə xidmət edirik. Əvvəl 3 günü 1500-2000 nəfərə xidmət olunur, axır imamın 40-ına 2 gün, 3 gün qalmış təqribən 4000 nəfərə xidmət göstəririk. Qeyd olunub ki, qrupun fəaliyyəti 10 gün davam edəcək.